Hürmetli hanımlar, cənablar, əziz dostlar, neçə zamandır gözlədiyimiz bir tarix başa çatdı. Yəni, Üzeyir Hacıbəylinin vaxtikən evi olmuş, indi isə onun adını daşıyan ev muzeyi artıq 50 ildir fəaliyyət göstərir. 50 il bundan qabaq umumilli liderimiz Heydər Əliyevin ve onun etrafında olan görkemli ilim adamları, sanat adamları, içtimai xadimlərin iştirakıyla bu muzeyde Bakı'nın o zamana göre Sadı bir məhəlləsində bir büyük izdiham yaşandı ve Tahir Bəstəkarın adı bir daha ebedileştirildi. Eğer Bəstəkarımızın adına orkestra varsa, gazeteciler, mektepler, küçeler, mükafatlar varsa ve 75. ilden artık ev müzeyi faaliyet gösterdi ve 50 yıldır halkımıza hizmet edip 50 yıldır halkımızın medeniyet tarihinde sizinle bizler koyuyor ve biz hemşire kadırlar, yani tarihte eksiltlerin kadırlarına da şekillere de iftihar hissiyle bakırım. Çünkü beraber ettiğim gibi bu milli Heydər Əliyevin rehberliğiyle bu büyük açılmış oldu. Ben hemşire kadınları dedik ki müzeyimizin ilk ziyaretçisi de məhz Heydər Əliyev olmuştu. Ve ondan sonra ise biliyorlar ki Azerbaycan'ın bütün sayılan, seçilen, sevilen insanları bu müzeye gelirler, ziyaret edilirler ve aslında bakanda bu müzeyin de öz tarihi, öz tekrar olunmaz izleri vardır. Ben hatırlıyorum. Büyük yaşımız Mirza İbrahimoğlu. Özde gayri resmi üreyi istəyirdi, bir de görsün gelip çıkırdı. Veya böyük akademimiz Azad Mirza Cəzade geldi. Vaxtıkən demək yaxın məhəllədə yaşayırmışlar. Daha bir böyük şahidimiz. O da bu müzeye yaxınlığında yaşayırmış. Ve bu insanlar biz Elmeyin evine gelip sanki öz gençliklerini geçin hem öz gençliklerini hatırladılar, hem Üzeyir'le ilk görüşlerini hatırladılar. Ve o zaman da olabilirsin ben öyle de ehemmiyet vermiyorum. Abi bir şey gibi bakıyorlar. Şimdi bana çattı ki o insanlar özellikle çok büyük insanlar Üzeyir Bey'i biz mehabbetlerini ishar ediyorlar, gösterirdiler. Ve ister istemez itiraf ediyorum, benim gözüme göre anlar da tarihi anlar. Ve böyle tarihi anlar 50 yılı geldi geçti ve bugün artık 50 yaşımızı geçirdik. Ve ne yaxşı ki o zaman bir ev muzeylerinin yaranışı bir harekat oldu. Cəfər Cabbarlının, Səfər Ruhunun, Qızıl Əzimzadənin, Sözcəli Anadolu'nun ve bütün bu büyük şəxsiyyətlər bir ev müzeyi halında yeniden halkımıza hizmet ettiler. Bu müzeye gelenler çok bizim kiçik sergimiz vardı orada görseldi. O zaman Üzeyir Bey'in yakın dostu Eseri Vesikalar Tıları'nda sergi defalarla bu evde olmuştu. Hüseyin'in isim var Allah'ı. Rastrapoviç. Ve hamısı da bu eve gelende öyle bir tamam başkalaşırdılar. Büyük sevinç hissi yaşıyordular. Ve o illerde ben hatırlıyorum. Bizim müzeye gelen o zaman Bestekarlar İttifakı'nın genç katibi Frengiz Elzade var idi. Bu 80. yılların ortasıydı. Ve Frengiz Hanım'ın isterdim size söz vereyim, siz de hatırlayın. Hatırlarınızı, gelesiniz, təəssüratınızı buyurun. Aslında
Bu tədbir mənim üçün gözlənilməz oldu. Ona görə ki, yeni gəlmişəm səyahətdən və çox gözəl səyahət oldu. Həm Fransaya, həm Almanya və sevindirici haldır ki, Zahid Əsəkəndin Zəhərli Bəylinin tədbirləri, onun konsertlərinin müzikisindən ibarət konsertləri tüm dünyada keçirilir. Siz bilirsiniz ki, Yanlıca Aşınmalanan yeni quruluşda təqdim olunduğu, uğurla orada da bizim Mədəniyyət Nazirliyimizin nümayəndələri olundu. Sonra Türkiyədə, Antalya'da böyük tədbir keçirdi və orada da dəfələrlə Üzeyir Hacıbəylinin adı çəkildi, müzikisi səsləndi, möhtəşəm bir konsert oldu və UNESCO səviyyəsində də Üzeyir Hacıbəylinin 140-lığı qeyd olundu. Almanya'da isə 2 tədbir keçirildi. Birisi sırf Bəstəkarlar İttifaqının tədbiriydi və o afişini mən sizə hədiyyə etmək istəyirəm. Deməli, yeni film, sənədli filmi göstərdiniz və mən Alman dilində o filmə komentari verdim, yəni açıqladım nələrdir və təbii ki, onun musiqisi səsləndi və Almanları daha çox maraqlandıran Üzeyir Hacıbəylinin kəşfləri, hansı yeniliklər Üzeyir Hacıbəylinin bütün musiqi tarixinə gətirmişdir və o çox maraqlı sorular oldu. Sevindirən oldu ki, Almanlar idi, yəni çoxluğu, təbii ki, bizim diasporumuzda da 5-6 nəfər var idi, amma daha çox Almanlar idi və onlar çox maraqlı suallar verirdi. Misal üçün, mən dedim ki, Aşınmalanan filmi bilirsiniz, çəkildi 2-ci Dünya müharibəsinin zamanı Stalinin göstərişi ilə və bu film Sovet İttifaqında ilk film idi ki, milyonlarla rubl qazandı. Bu Almanların çox belə marağına, doğrudan mı belədir? Hollywoodda bilirsiniz, filmləri neçə milyon qazandı, elə o birinci məlumat o gedir və mən bu məlumatı verəndə onları çox maraqlandırır. İkincisi, onları təbii ki, maraqlandıran Leyli və Məcnun operasıdır ki, burada o sintezi ilk dəfə Üzeyir Hacıbəyli ortaya gətirdi və hətta mən belə söz orada işlətdim, özündən asılı olmayaraq sadəcə belə birdən belə düşüncə gəldi ki, hətta o operanı yazmasaydı da 22 yaşda belə ideyanı ortaya gətirmək də bu dahiyana bir şeydir. Ona görə ki, muğamı bizim deməli Azərbaycanda mövcud olan əsrlərlə mövcud olan muğamı deməli Avropa operasından bir araya gətirmək ideyası. Təkcə ideya olaraq o qədər bu yenilik, böyük yenilik idi, amma Üzeyir Hacıbəylinin daxili ondaydı ki, bu gözəl ideyanı həyata keçirdi və Leyli və Məcnun operasını yarattı. Muğam haqqında çox suallar oldu, onları çox maraqlandırır. Muğam sənəti çox belə gözəl suallar oldu və mən ruhisi ilə onu dedim ki, bizə Muğam festivalları keçirir, neçə əsrdir Azərbaycanda mövcuddur, çox yüksək səviyyədədir. Bu saray musiqisidir, kamera instrumental musiqi kimi, yəni Avropa musiqisi baxımından bu kamera instrumental musiqidir. Böyük zalların, böyük konsert holların musiqisi deyil, bu saray musiqisidir. Aşıq musiqisi nədir? Mən dedim, orada ilk Azərbaycan deməli, belə də ənənəvi musiqisi var. Aşıq musiqisi, muğam musiqisinin fərqi nədir? Xalq musiqisi, xalq mahnısı. Mən çox sevinirdim ki, Üzeyir Hacıbəylinin 140 ilində belə suallar ortaya gəldi, mən onları cavabladım və görürdüm ki, doğrudan da Almanya'da Üzeyir Hacıbəylinin musiqisini təbliğ etməyə çox böyük ehtiyac var. Çox böyük ehtiyac var.
Olmaz ki tək Azərbaycanda biz deyək, dahi bəstəkar onu ifa edək. Bizim ora getməyimiz, bizim musiqiçilərlə ifa edib qayıtmağımız bu tamamilə başqa şeydir. Necə deyirlər, Azərbaycanın pulu ilə gedirik, gəlirik. Amma onların repertuarında, onların orkestrin proqramında olmalıdır Üzeyir Hacıbəylinin musiqisi. Tək Üzeyir Hacıbəylinin musiqisi deyil, yəni Azərbaycan bəstəkarlarının və başı da Üzeyir Hacıbəyli olan. Yəni istəklərimiz çoxdur, çox gözəl keçir 140 ili, yenə də hələ ilin axırına qədər və hətta belə Mədəniyyət Nazirimiz sağ olsun, belə söz efəkli salın. 140 illik gələn ilin 18 sentyabrına qədər davam edir, heç üzülməyin, il ərzində hələ tədbirlər çox olacaq və biz də onların bu tədbirlərdə qürurla iştirak edəcək və hamını Üzeyir Hacıbəylini sevməyə, öyrənməyə, həmişə onun adını çox böyük məhəbbətlə belə deməyə israr edirəm ki, bizim haqqımız var. Tədbir iştirakçıları. Bildiyiniz kimi bu il Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik və Ev Muzeyinin 50 illik yubileyidir. Respublikamızda silsilə konsertlər keçirilir. Bugün biz Şövkət Ələkbərov adına 20 nömrəli 11 illik musiqi məktəbini kollektivi ilə Üzeyir Hacıbəylinin ev muzeyinə ziyarət etməyə gəlmişik və məktəbimizin şagirdləri Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı ilə çıxış edəcək. Üzeyir Hacıbəylinin evində ev muzeyində bir musiqişünas kimi çıxış etmək mənim üçün böyük bir şərəf və məsuliyyətdir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli, pedaqoq, musiqişünas, alim, etnomusiqişünas, publisist, tənqidçi, ictimai xadim olmuşdur. Üzeyir Hacıbəyli peşəkar Azərbaycan musiqi sənətinin və milli operanın banisidir. Üzeyir Hacıbəyli Azərbaycan Dövlət Konservatoriyasının rektor professoru, Bəstəkarlar İttifaqının sədri, Ali Sovetin deputatı, Azərbaycan Respublikasının himninin müəllifi olmuşdur. Dahi bəstəkar ilk muğam operaların, ilk klasik operanın, ilk musiqili komediyaların, ilk gəzəl romansların, ilk simli kvartetin, xalq çalğı alətləri orkestr üçün əsərlərin müəllifi olmuşdur. 1945-ci ildə Azərbaycan Xalq Musiqi Əsasları adlı fundamental elmi əsərini yazaraq musiqişünaslıq elminin təməlini qoyur. Ərəb marşı qanunda ifa edib, 5-ci sinif şagirdi Əliyev Ələman, konservestör Qəmbərli Gülnan.
Arşın Moğlan operettasından Əskərin ailəsi. Çıxış edir 5-ci sinif şagirdi İbrahim Yılmaz, müəllim Ülviyə Əliyeva, Ülviyə Hacıyeva, konsermester Sevda Əliyeva. Aktarıp koptum seni, aktarıp koptum seni, sen de mi seviyorsun beni? Günah olur görmüş gözüm, şalvarından dünyalı. Günah olur görmüş gözüm, şalvarından dünyalı. Gel gel mor oğlum gel gel, seyir oğlum gel gel gel, mor oğlum gel gel, seyir oğlum gel. Sen sevdim ya seni sevdim, göz görmüş özgeni. Sen sevdim ya seni sevdim, göz görmüş özgeni. Olsun Süleyman, olsun Süleyman, sen de kürek bassan şeytan. Öğrenip beni yola saldın, sen aras geldin yartan. Öğrenip beni yola saldın, ben aras geldin yartan. Gel gel mor oğlum gel gel, seyir oğlum gel gel gel, mor oğlum gel gel, seyir oğlum gel. Seni sevdim ya seni sevdim, gözüm görmür özgeni. Seni sevdim ya seni sevdim, gözüm görmür özgeni. Koroğlu operasından rəqs, kamançada ifa edib 4-cü sinif şagirdi Yusif İbadzadə, müəllim Vüqar Cəlilov, konsermester Günay Quliyeva.
Çıxış edir 10-cu sinif şagirdi Əli İbrahimli, konsermester Sevda Əliyeva.
Mənsura Küliyeva. Çıxış edir Qanun Çalınlar Ansamblı. Nağaradı müşahidə edir 9-cu sinif şagirdi Cəlil Mübariz, müəllim Kəmalə Cahangirova, konsermeyster Gülnar Qəmbər.
Müzik